ikinci sinif idi və mənim demədiyim bir sözə görə, nəysə müəllim uşağı idi orada. Mənim demədiyim bir sözə görə mənim adımdan o qız getdi müəllimə səhv məlumat verdi ki, güya mən onun qızı haqqında pis söz demişəm. İkinci sinif, 7 yaş. Və o müəllimə mənim bütün sinifin qabağında şillə vurdu. Bəli. Mənə dedi ki, sən kimsən ki, mənim qızım haqqında o söz deyirsən? Mən dedim ki, mən elə söz deməmişəm. Dedi, sən yalan deyirsən. Zəng elədi mənim anama və anam ona görə də məni döydü evdə. Adi bir hadisədir, danışıram sizə. Döydü. Dedim, mən deməmişəm. Mən o sözün mənasını da bilmirəm. Dedi, müəllimə düz deyirsən, yalan deyirsən. Mən ondan sonra 27-28 yaşıma kimi mən öz sözümü deyə bilmirdim. Mən hər zaman deyirdim ki, mən səhvəm. Mən düz demirəm. Çünki o hissi məndə bastırdılar, gömdülər yerin dibinə. Mən 27-28 yaşıma qədər mən deyirdim ki, mən səhvəm. Nə olursa olsun həyatda hamısının günahkarı mənəm. Əgər kimsə mənə artıq əski söz deyirsə, deməli mən ona layiqəm. Əgər kimsə məni belə vurursa, vurmur. Məsəl üçün vurursa belə, mən ona layiqəm ki, məni vurur. Çünki niyə? Çünki 7 yaşında məni ona eləmişdilər.